Herkese salam. Bugün sizinle birlikte İngiliz dili 5. sınıf sayfa 94'te verilmiş tapşırıqların izahına baxırıq. Bugünkü mövzumuz Different Sports for Different Benefits. Müxtəlif faydalar üçün müxtəlif idmanlar mövzusudur. Bu səhifədə bizə reading verilib. Gəlin ilk öncə readingi oxuyaq, daha sonra isə tapşırıqların izahına baxarıq. Children play sport because they can have fun with their friends, they feel good playing and they like to compete. Uşaqlar idmanla məşğul olurlar. Çünki dostları ilə əylənirlər, özlərini yaxşı hiss edirlər və yarışmağı sevirlər. But for scientists, sports are really good for you. Physically, emotionally, mentally and socially. Lakin elm adamları üçün idman həqiqətən də yaxşıdır. Physically, fiziki olaraq, emotionally, emosional olaraq, mentally, zehni olaraq və socially, sosial olaraq. Scientists say sports can increase muscle strength. Alimlər deyirlər ki, idman əzələ gücünü artırır, reduce stress, depression and extra weight. Stressi, depresiyanı və artıq çəkini azaldır. Improve focus, memory and schoolwork. Yaddaşı, məktəb işinə diqqəti artırır. Teach teamwork and respect. Komandada işləməyi və hörmət etməyi öyrədir. Scientists also say that's it. Good to practice different types of sports, not only one. Elm adamları deyirlər ki, sadəcə bir idman növü deyil, müxtəlif idman növləri ilə məşğul olmaq yaxşıdır. Why? Niyə? When you play different sports that have a variety of movements and skills, you feel motivated. Different sports develop different physical abilities. Müxtəlif hərəkət və bacarıqlara malik olan müxtəlif idman növləri ilə məşğul olanda motivasiya hiss edirsən. Fərqli idman növləri müxtəlif fiziki qabiliyyətləri inkişaf etdirir. Sports like running, soccer and swimming develop your heart and lungs. Yoga and Pilates are excellent for flexibility. Qaçış kimi idman, futbol və üzgüçülük ürəyinizi və ağciyərlərinizi inkişaf etdirir. Yoga and Pilates are excellent for flexibility. Yoga və Pilates elastikliyi üçün çox yaxşıdır. And activities like weight training can make you strong. Və çəki məşqləri kimi fəaliyyətlər sizi güclü edə bilər. So to be healthy and strong, add 60 minutes of sports to your day and go for it. You can try different types of sports, practice every day and enjoy life. Beləliklə sağlam və güclü olmaq üçün günümüzdə 60 dəqiqə idmana əlavə edin və bunun üçün müxtəlif idman növlərini sınaya hər gün məşq edə bilərsiniz və həyatdan həzz alın. İndi isə keçirik səhifə 95-ə. Read the text quickly and check the correct answer. Mətni cəld oxuyun və sualları cavablandırın. The aim of the text is, mətnin məqsədi, to ask children to take part in physical education classes. Uşaqlardan bədən tərbiyəsi dərslərində iştirak etməyə xahiş etmək. To inform about multiple benefits of sports. İdmanın çoxsaylı faydaları haqqında məlumat vermək. To tell a story with attractive images and lettering. Cəlbedici şəkillər və hərflərlə hekayəni danışmaq. Yəni, mətnin əsas məqsədi nədir? Bizdən bunu istəyir. Və biz də mətni oxuduq və başa düşdük ki, burada mətnin əsas məqsədi idmanın faydaları haqqında məlumat verməkdir. Yəni, to inform about multiple benefits of sports bəndini seçməliyik. Gəlin onu işarələyək. Birinci sualda to inform about multiple benefits of sports. Yəni, idmanın çoxsaylı faydaları haqqında məlumat vermək bəndini seçdik. Bu da mətnin əsas məqsədidir. İndi keçirik ikinciyə. You can say that the text is. Deyə bilərsinizmi? Mətin. Artistic, critical and educational. Artistic yəni sənət əsaslıdır. Critical tənqididir. Educational isə maarifləndiricidir. Yəni, mətin nədir? Tənqididir, maarifləndiricidir, yoxsa ki, sənətdəndir. Və biz mətni oxuyanda aydın olur ki, bu mətin maarifləndirici xarakterlidir. Çünki mətndə bizə idmanın çoxsaylı faydaları haqqında məlumat verilmişdir. Ona görə də biz educational, yəni maarifləndirici bəndini seçməliyik. İndi isə baxırıq ikinci tapşırığa.
Read and listen to the text. Check the true sentence. Oxuyun və dinləyin. Düzgün cümlələri qeyd edin. Bu tapşırıq listening tapşırığıdır. Gəlin ilk öncə listening qulaq asaq, daha sonra isə tapşırığın həllinə baxaq. Different sports for different benefits. Children play sports because they can have fun with their friends, they feel good playing, and they like to compete. But for scientists, sports are really good for you physically, mentally, emotionally, and socially. Scientists say sports can increase muscle strength and flexibility, reduce stress, depression, and obesity, improve concentration, memory, and schoolwork, teach collaboration and respect. Scientists also say that it's good to practice different types of sports, not only one. Why? When you play different sports that have a variety of movements and skills, you don't feel demotivated. Different sports develop different physical abilities. Sports like running, soccer, and swimming develop your cardio activity and respiratory capacity. Yoga and Pilates are excellent for flexibility. And activities like weight training can make you strong. So, to be healthy and strong, add 60 minutes of sports to your day and go for it. You can try different types of sports, practice every day, and enjoy life. Listeningə qulaq asdığımıza görə indi isə keçirik tapşırığın izahına. All children play sports. Listeningi dinlədiyimizə görə indi isə keçirik tapşırığın izahına. All children play sports. Bütün uşaqlar idmanla məşğul olur. All sports develop the same physical skills. Bütün idman növləri eyni fiziki bacarıqları inkişaf etdirir. It's a good idea to practice different sports. Müxtəlif idman növləri ilə məşğul olmaq yaxşı fikirdir. Scientists do lots of sports. Alimlər çoxlu idmanla məşğul olurlar. Sports are fun. İdman əyləncəlidir. Yəni biz bunu dinlədik və bizə aydın oldu ki, burada müxtəlif idman növləri ilə məşğul olmaq yaxşı fikirdir. İdeyası var. Ona görə də biz it's a good idea to practice different sports bəndini seçməliyik. İndi keçirik üçüncü tapşırığa. What are the activities below good for? Read the text again and complete the chart. Aşağıdakı fəaliyyətlər nə üçün yaxşıdır? Mətni yenidən oxuyun və qrafiki tamamlayın. Bu tapşırığa keçməzdən əvvəl mətni bir daha da diqqətlə oxuya bilərsiniz. Burada aşağıda bizə müxtəlif fəaliyyət növləri verilib. Running, qaçış, pilates, soccer, futbol, swimming, üzgüçülük, weight training, çəki məşqləri and yoga. Cardio activity, kardiyo fəaliyyəti. Bura uyğun gedə bilər nə? Running qeyd olunmuşdu. Biz qoya bilərik bura soccer, futbol, swimming, üzgüçülük. Yəni qaçış, idman və üzgüçülük bunlar hər biri kardiyo fəaliyyətidir. Yəni yazaq onları da. Soccer and swimming. İlk hissəyə soccer and swimming sözlərini seçirik. İndi keçirik ikinci hissəyə. Flexibility, çeviklik, elastiklik. Bura uyğun ola bilər. Pilates and yoga. Pilates yazırıq. Yoga. Strength, güc məşqləri. Bura uyğun ola bilər. Weight training, yəni çəki məşqləri. İndi isə keçirik dördüncü tapşırığın izahına.
Match the beginnings of the sentence with the endings. Cümlələrin başlanğıcları ilə sonlarına uyğunlaşdırmalıyıq. Yəni bizə burada müxtəlif cümlələr verilib və bunların başlanğıcı ayrıdır, sonları isə ayrıdır. Biz bunları tərcümə edərək uyğunlaşdırmalıyıq. Gəlin baxaq. İlk cümlə bizə burada uyğunlaşdırılıb. Different sports can develop different physical abilities. Yəni fərqli idman növləri fiziki qabiliyyətləri inkişaf etdirə bilər. Fərqli idman növləri fərqli fiziki qabiliyyətləri inkişaf etdirə bilər. Yəni ikinciyə baxaq. To be flexible. Çevik olmaq, elastik olmaq üçün nə edə bilərik? Do yoga and pilates. Yoga və pilates edə bilərik. Yəni biz bura ikinci cümləyə C-ni birləşdiririk. Yəni onları qeyd edək. To be flexible, do yoga and pilates. İndi üçüncü cümləyə baxırıq. Practice sports for 60 minutes a day. Gündə 60 dəqiqə idmanla məşğul olun. Bura uyğun gələ bilər Y variantı, yəni İ bəndi to be healthy and strong. Sağlam və güclü olmaq üçün gündə 60 dəqiqə idmanla məşğul olun. Üçüncüyə E-ni birləşdirdik. Scientists say that sports are good for you. Alimlər deyirlər ki, idman sizin üçün faydalıdır. Bura uyğun gedə bilər physically, mentally and socially. Bu bayaq oxuduğumuz mətndə də qeyd olunmuşdu. Yəni alimlərin fikrincə idman fiziki, zehni və sosial olaraq çox faydalıdır. Və qaldı sonuncu, sports can teach collaboration and respect. Beşinciyə də E bəndini birləşdiririk. Yəni idman bizə əməkdaşlıq və hörməti öyrədə bilər. İndi isə keçirik 5-ci suala. Find in the text. Bizə burada the opposite of reduce. Reduce sözün əks mənasını istəyir və biz onu tapmalıyıq. Reduce sözü azaltmaq deməkdir. Azaltmaq sözün əks mənası nə ola bilər? Artırmaq. Artırmaq da increase deməkdir. Bura increase yazırıq. Increase artırmaq mənasına gəlir. Synonym for abilities. Ability sözün sinonimini istəyir. Abilities bacarıqlar deməkdir. Bacarıqlar sözün sinonimi də ola bilər skills. Burada yazdıq skills. İndi keçirik üçüncüyə. A word for to make something better. Bizə burada bir definition verilib. To make something better. Nə isə daha da yaxşı etmək. Biz buna uyğun nə deyə bilərik? Yəni təkmilləşdirmək. Bu da olacaq improve. Yəni improve sözün mənası nə isə daha da yaxşı etməkdir. İndi keçid edirik 6-cı tapşırığa. Complete the sentence with the words below. Cümlələri aşağıda verilmiş sözlərlə tamamlayın. Aşağıda bizə burada 4 söz verilib. Develop, inkişaf etdirmək, strength, güc, strong, güclü, weight training, çəki məşqləri. Baxırıq ilk cümləyə. Makes your muscles big. Sənin əzəllərini böyüdə bilər. Nə bizim əzəllərimizi böyüdə bilər? Weight training, yəni çəki məşqləri, ağırlıq məşqləri. Birinciyə yazırıq weight training. Keçirik ikinciyə. Exercise makes you healthy and məşqlər səni sağlam və necə edə bilər? Sağlam və güclü. Healthy and strong. Strong sözünü yazırıq ikinciyə. Üçüncüyə baxırıq. Damien does different sports. He wants to new physical skills. Damien müxtəlif idman növləri ilə məşğul olur. O yeni fiziki bacarıqlarını inkişaf etdirmək istəyir. İnkişaf etdirmək də develop. Bura uyğun gedəcək. Develop. Dördüncüyə baxırıq. Jamila has to win a gold medal at the Olympics. Yerdə qalanda bura uyğun gedir. Strength, yəni güc. Tərcüməsi də bu olacaq ki, Cəmilənin Olimpiya oyunlarında qızıl medal qazanmaq üçün gücü var.